17 aprel 2017-ci il. Yaz fəsli, albalının çiçək devri. Maraqlı burasındadır ki, bizdə uşaqlar da əkizdir. Bax, bu albalının gövdəsi də əkizdir. Görürsünüz, bir kökdən iki gövdə çıxır. İkilik, qoşalıq. Çox sevirəm ağacların çiçəklərini. Gözəldir. Təbiətin gözəlliyidir. Quşların səsi. Vaxtı Şəkini gezmək, ümumiyyətlə Azərbaycanın dağlıq və dağətəyi əyalətlərini gəzmək çox ürəyimdən keçir. Təəssüf ki, buna nail olmaq çətindir. Şükürlər bu günümüzə.